Herkesi salamlayıram. Bugün sizlerle birlikte çox qəşəng bir şirniyyat hazırlayacağıq. Əslində siz bu şirniyyatları bir çox məşhur mağazalarda görmüsünüz, şirniyyat mağazalarında. Cedric Grolet adlanır bunun adı və müxtəlif cür meyvələrdən, müxtəlif cür formalarda hazırlandığını görmüsünüz. Burada bir yerlərdə şəklin paylaşacağım. Biz bugün manqolu növünü hazırlayacağıq. Nəyə görə? Çünki daha doğrusu mən Instagramda bir xanımda gördüm bu videonu və ondan ilhamlanaraq dedim, niyə də olmasın, yəni niyə də mən bunu hazırlamayım. Mənə çox da qəliz gəlmədi hazırlanma forması. Ona görə hazırlayıb sizlərə də göstərmək istəyirəm. Çox uzatmadan keçək videomuza. Əldə hazır mango formalı belə silikon qəlbimiz var. Bunun içinə yerləşdirib hazırlayacağıq. Bugün hardasa gecə saatlardır. Mən sadəcə mango içliyini hazırlayacağım. Növbəti gün səhər gün orta saatlarında isə kənar hissələrini və ən üst qismini sizinlə birgə hazırlayacağıq. Bizə lazımdır 2 əsas komponent mangolar, 2 ədəd. Bu şəkildə 1 ədəd qazan, qarğıdal nişastası. Öncəliklə bu mangoların hər ikisini soymaqla başlayacağım. Burada gördüyünüz yumuşaq və sulu olan mangolardan birini bu şəkildə doğradım. İndi isə blenderdan keçirəcəm və biraz nisbətən bərk olanı isə kub-kub, incə-incə doğrayıb bu pürenin içərisinə əlavə edib birlikdə qaynadacaq. Və bu şəkildə püre hazırladıq. İndi isə bunu qazanımıza əlavə edirik. Və baxın, bu şəkildə belə köpüklər çıxır. Dərhal keçiririk. İndi isə bunu süzəcəyik. Baxın, bunun sayəsində süzəcəyik. İnce-ince doğranmış nanelərimizi tökürük və 2 dolu-dolu yemək qaşığı nişastanı suya əlavə edib biraz belə qarışdıracağım. Bu şəkildə kıvam alana qədər qarışdırdım. İndi isə əlavə etdim. Və ertəsi gündən hər kəs salamlayıram. Səhər saatlarında belə bir kafe yedizdirdik İnciyə. Sona qədər yedi və bu da gecədən qalmış bu butulkalar, su və s. Mənim qızım da maşallah yeyən kimi enerji toplayır və düşür həyətin canına. Burada da yenə qapının ağzına dayanıb ki, açın qapını, çıxacam çölə. Və bu dəfə təbii ki, çıxarmırıq və qayıdırıq təzədən öz həyətimizə. Sonra atam görür ki, biraz İncinin ürəyi sıxılır evdə. Ona bu baby walker verir ki, biraz sürsün. O da artıq buna bir oyuncaq kimi baxır. Çünki artıq rahat bir şəkildə gəzir. Həm də bu oyuncağa görə boyu artıq uzundur da. Bunu çox balaca olanda istifadə edə bilirdi. İndi elə oyuncaq kimi qaldırır, yendirir ya da təkərləri ilə falan oynayır. Bir də bu Temu'dan aldığımız qəşəng oyuncağı da hiss edirəm ki, maraqla oynadır. İndi bunu götürüb aparacaq televizorun qarşısına. Atam da bir kənardan onun hərəkətlərini diqqətlə izləyir, görüm növbəti hərəkəti nə olacaq. Cinin həqiqətən də televizora heç bir marağı qalmayıb. Ancaq adətən paltarını giyindirəndə ya da yemək yedizdirməkdə çətinlik çəkəndə bu tip hallarda o televizorun qarşısına keçir. Bir də çox-çox əgər ürəyi sıxılıbsa, oynamaqdan bezibsə falan. Belə genel olaraq məsələn oturub saatlarla, dəqiqələrlə baxmır həqiqətən. Məncə bu biraz da valideynin davranışından asılıdır. Yəni biz də demək olar ki, heç televizora baxmırıq. Baxsaq nənəm baxır televizora. Bu arada telefona qarşı da marağı bir xeyli azalıb. Əvvəllər məsələn əlindən alanda o dəqiqə ağlayardı, pis reaksiyalar göstərərdi. Amma indi özü gətirir, bizə verir telefonu ki, buyur götür, yəni bu sənə aiddir. Və nəhayət İncinin ad günündən sonra ilk dəfədir ki, həyətdə samovar qaynadırıq. Çox qəşəng olurdu oradan da bizim samovarın suyu.
Təbii ki, dəmimiz də yerində. Sonra İnci xanım yatmaq istədi. Mən də çox çətinliklər olsa yatsıtırdım. Ertəsi gündən hər kəsə salam. Bugün biz artıq bu manqolu şirniyyatın əsas hissəsini hazırlayacağıq, içliyini. Dünən dolgu hissəsini hazırladıq, hansı ki içində mango var idi və digər nişasta, şəkər və s. Bugün isə onun kremli qaymaqlı hissəsini hazırlayacağıq və bizə lazımdır 4 ədəd məhsul. Bunlardan ilki, baxın, bu məhsuldur, qaymaq. 33-35% olmağına diqqət edin. Sonra bu pendir, labne də istifadə edə bilərsiniz. Sadəcə mən tapdığım üçün bu pendir növündən istifadə edəcəm. Və belə jelatinimiz var. Bunu soyuq suda 1 çay qaşığı əlavə edib qarışdırıram və belə bir kıvam alır. Son olaraq 1 stəkan belə dolu-dolu ağ şokoladımız var. Öncəliklə 300 qram kremə əlavə edəcəm. Yəni ki 1 stəkan və bir dənə də yarım stəkan. Biraz buxar çıxan kimi götürüb məhsulları əlavə edəcəm. Və bu pendirdən 150 qram lazımdır. Və mascarpone əlavə etdikdən sonra bir dolu qaşıq bu jelatinə əlavə etdim və bu şokolad. Bu arada məsləhət görürəm ki, əl blender ilə bunu keçirəsiniz, yəni mikserlə yox, blenderla. Hal-hazırda üzərini streç filmlə örtüb qoydum soyuducuya. İnşallah 1-2 saata çıxardacağım. Son mərhələni hazırlayacağıq. Üzərinə ağ şokolad və boyama işləri qalıb. Onları da edib sunum olaraq sizə təqdim edəcəm. Və burada bu şəkildə benmari usulü bu ağ şokoladımızı əridəcəyik. Baxın, bu şəkildə yavaş-yavaş əriməyə başlayır. Mən bunları buzluq hissədə saxlamışam, mangoları. Ən son moment çıxardacağım. Və biraz bunun xodunu aldım ki, yavaş-yavaş ərsin, daha homogen bir şəkildə. Və burada belə kakao yağımız var. Kakao yağını əlavə etmə səbəbimiz isə daha homogen və daha parlaq bir görüntü əldə etməkdir. İndi birazdan fərqi özünüz görəcəksiniz. Və burada mənim belə qida boyalarım var, narıncı, sarı rəngli. Yaşıl tapa bilmədik, təəssüf ki, ona görə zər aldıq. Yəni həyatınızda ilk dəfə mənim kanalımda burada zərli bir Cedric Crolet görəcəksiniz. Bu arada qeyd etməyi unutdum. Krem dolgu hissəsini çox öncədən artıq hazırlayıb alt və üst qismini əlavə etmişdim qəlibin və son mərhələdə də bu şokolada bandırıb çıxarmalıydıq. Amma nəsə şokoladda bir problem yaşadıq. Ona görə şokoladı təəssüf ki, batırıb çıxarda bilmədim. Bir təsəvvür edin, yoldaşımla bərabər bir qaşıqla başladıq. Üstünün şokolad hissəsini yaymağa. Ona görə də çox hamar bir görüntü olmadı. Amma məncə ümumi olaraq çox qəşəng görsənir. Xüsusən o rəng arasındakı keçidləri bacardığım qədər gözəl vurğulamağa çalışmışam. Burada ilk elədiyim biraz qəribə alınıb, çünki ilk dəfə eləyirəm dediyim kimi. Həqiqətən belə bir nəticə gözləmirdim. Çünki dediyim kimi mən tez-tez yemək şirniyyat hazırlayan biri deyiləm və üstəlik ilk dəfə belə ağır bir şirniyyat hazırlamışkən heç düşünmürdüm ki, belə yaxşı alınar. Amma səhər saatlarında kofe ilə bir ədədini yedim. Dadı inanılmaz gözəl idi, xırçıltısı, içinin o axışqanlığı falan mükəmməl idi. İndi birazdan evdəki sakinlər də yesinlər, onların da rəylərini alacağım.
Və burada da İnci xanımı günorta yuxusuna göndəririk. Muşul-muşul yatıb. Günorta yuxusundan oyanan kimi də xanımın əlinə çörək verdik. Çünki biz orada oturub rahat yeməyimizi yeyə bilmirik. Məcbur gərək İncinin də əlinə ya çörək, ya piçenya nəsə verək. Təbii ki, xanım qız halından çox-çox məmnundur. Elə onun da istədiyi budur. Bir tərəfdən də asqırır. Yəqin ki, burnuna toz qaçdı. Bildiyiniz üzərə məni, yəni əvvəldən izləyənlər bilir ki, mən B Organik markasından çoxlu məhsullar alıram İnci üçün və onlar mənə belə bir məhsul göndərmişdilər. Üzərində sadə pankek qarışımı yazılmışdı. Tərkibində qəşəng buğda unu var, mısır unu var, kəpək filan, yəni rüşeym, yəni hər şey var da. Sadə yazılıb, amma içi bol vitaminlidir, minerallıdır. Düz İnci çox da bəyənmədim. Amma anam da gördü ki, yəni qalıb orada boş-boş. Ona görə də götürdü, hazırladı və o qədər dadlı alınmışdı ki. Burada da yığışıb gedirik marketə. Bir neçə dəqiqəlik sadəcə orada bəzi lazımlı məhsullar var idi. Onları alıb geri qayıtdıq və gələndə bizi belə qəşəng mənzərə qarşıladı. Bacım dedi ki, qoy pomidorları da belə eləyim çək. Anam İncini də unutmayıb, onun üçün ayrıca bir neçə ədəd kotlet hazırlayıb. Özü bu kotletin içində kök, brokoli, nanə və az miqdarda doz əlavə edib sırf onun üçün ayrıca bir porsiya hazırlayıb. İnciyə yolda hardasa 100-120 ml arası süd vermişdim. Ona görə də İnci çox da iştahla yemədi. 2-3 dənə belə balaca dilim götürdü, yedi, amma sonra yemədi. Lakin axşama yaxın biz səhv etmirəmsə yarım porsiya ona verdik kotlet. Artıq çoxdandan samovar sezonunu biz açıq elan etmişik. Birlikdə hər gün samovar çayı içirik. Bilirəm bu dəfə video biraz qısa oldu, amma ki növbəti video çox uzun olacaq. Mənə dəstək olmaq üçün like butonuna basmağı, abunə olmağı və aşağıda fikir bildirməyi unutma. Bir daha xoş izləmələr.